Ramiz Mehdiyevin həbs xəbərindən sonra prosesin davamlı xarakter alacağı ilə bağlı müxtəlif versiyalar səsləndirilir. Ekspertlər hesab edirlər ki, prezident administrasiyasının sabiq rəhbərinə yaxın olan şəxslərin də saxlanılması mümkündür. Onların sırasında hazırki və keçmiş məmurların da ola biləcəyi istisna edilmir. Qlobal Infoza danışan ekstrasens Zirəddin Rzayev maraqlı açıqlama verib. Onun sözlərinə görə, Ramiz Mehdiyevin həbsi ilə bağlı proses 2 nəfərin cəzalandırılması ilə nəticələnə bilər. Stat: İddia etmirəm ki, Ramiz Mehdiyevi mütləq həbs edəcəklər, amma onun cinayət məcəlləsi üzrə cəzalandırılacağına əminəm. Hazırda məsuliyyətə cəlb olunanların sayı kifayət qədər çox ola bilər. Lakin ehtimal edirəm ki, Mehdiyevin arxasınca daha 2 nəfər də cinayət məsuliyyətinə cəlb olunacaq. Zirəddin Rzayev əlavə olaraq belə bir fikir də səsləndirib. Nədənsə Ramiz Mehdiyevi həbsdə görmürəm. Amma onun düşdüyü vəziyyət həbsxanadan daha ağırdır. Statın sonu. Əziz izləyicilər, xəbərlərdən məlumat əldə etmək üçün kanalımıza abunə ola bilərsiniz.